Salam. Görək indi ətrafdakı insanlar qazların kəsilməyinə bağlı nə deyə biləcəklər? Görəsən həqiqətən də insanlar qazların kəsilməyinə razıdırlarmı? Amma əlbəttə ki, bilmirlər ki, mən hansı qazı soruşuram. Məişətdə istifadə elədiyimiz qazmı, yoxsa canlı qazmı? Yəni ətindən istifadə elədiyimiz qazmı? Görək hansıdır? Qazların kəsilməsi indi bizim Bakıdakı mənzildə, yəni indi bizdə smart kartlandır, kəsilmə mövcud deyil, amma bizə rayondan kəsilmək, yəni xəbər vermədən kəsirlər. Yəni qazların kəsilməyinə qarşısınız. Bəli. Könlünüzə qaz əti düşsə, hardan tapacaqsınız? Qaz əti əslən marketlərdə zətdə. Axı siz qazların kəsilməyinə qarşı çıxdınız? Bəli, düzdür. Əvvəldən xəbər verirsiniz, lap yaxşı. Qazların kəsilməyinlə, nə bilim, ola bilsin ki, təmirlə əlaqədar olur. Könlünüzə qaz əti düşərsə, hardan tapacaqsınız? Siyanatmac dediniz, lap. Valla mən o vaxtda heç nə deyə bilmərəm, çünki qazlar mən yaşadığım yerdə qaz pastayanı gəlir. Mən istəmirəm ki, qazlar kəsilsin. Könlümə qaz əti düşərsən, rayonlarda var, hər yerdə var, gev ala bilər. Amma bəs biraz öncə siz qayıtdınız ki, qazların kəsilməyini istəmirsiniz. Yox, mən qaz hansı qaza gedir? Sualını düz verdiniz, mən evdə yanan qazlardan sualdım. Qazdır da, kəsilində kəsilir. Könlünüzə qaz əti düşərsə, hardan tapacaqsınız? Biz odun istifadə edirik, qaz istifadə eləmirik. Bizə ümumiyyətlə qaz gəlmir. Soyuqlar başlayırsa əgər yəqin ki olmasın da, qazın kəsilməyi olmasın. Qaz yiyirsə, yoxsa əmumiyyətlə belə qaz atmır? Qaz kəsilə bilməz, çünki qazların hər yanda remontu gedir, artırılır. Bu dünyanın gözünü nə doyurubdur ki, qaz da doyurar. Əlbəttə kəsilsə yaxşı olmaz. Hərdən elə olur ki, yarım çıxar əlimizdən. Qışın bu vaxtında qaz kəsilə bilər ki. Onu istəmirsiniz, yəni qazlar kəsilsin. Kəsilməyinə də verin o salı. Bizdə hərfdə kəsilmir qazlar. Düşən qazlar yoxsa gələn qazlar? Siz hansını istəyirsiniz? Heç birini. Qabaqcıdan demək lazımdır ki, nəyi nəzərdə tutursan bura.